Sual verirəm, qısa konkret cavablar ver. Xoşbəxtsən sən indi? Bəli. Təzə bu münasibətindən. Bəli. Cəmaatın ailəsi falan yoxdur? Yox. 4 ildə 2 dəfə gedib görmüşəm. 4 ildə 2 dəfə Bəli. görüb. Özü xəbərdardır. Alqışlar. 4 ildə 2 dəfə görüb uşağını. Gününüz aydın olsun millət. Deməli bu oğlanın adını da heç bilmirəm. Hamı qınayır ki, kişi sən özünü alçatma, neynəmə. O birincisi balaları üçün eləyir. O balaları olmasa o onu bircə saniyə saxlamaz. Yəni o insandır, ən azından insandır. Onu sadəcə o bədbaxt gedib, özü kişidir. Baxırsan normal kişidir, zəhmətkeş, əlin əziyyəti ilə fəhlə adamdır. Balasını saxlamaq üçün ailədir də qurub, hamı eyni olmur axı. O sadəcə kişinin qızını alıb da. Yəni kişinin qızını alsa o kişinin qızı onu o vəziyyətə qoymaz. 2 uşaq qazanıb, sonra deyir sevmirdim. Sənin şərəfinə tüpürüm. Sənə tərbiyə verən atanın papağı boş qalsın, ananın qeyrətinə nəhlət. Sən necə 2 uşağı necə doğurdun, onu sevmirdinsə? Yəni bu da təzə çıxıb. 2 uşaqla 3 uşaqla deyir sevmirdim. Necə sevmirdim? Sən bəyəm ora romantik kino yaşamağa gedirsən ailə quranda, yoxsa ailə qurursan? Mən belə şeylər çatmır, nəsə sonumuz gəlib, and olsun Allah, bu ailə dəyərlərin yerə vurulmağı ilə bizim sonumuz gəlib. Birazdan o Belarusiyadakı kimi, Belarusiyada 5 qadına 1 kişi düşür. Çünki orada alkoqolizm baş alıb gedir. Cavan kişiləri, yəni alkoqol yıxır. Onları alkoqol yıxır onların kişilərin. Bizim kişiləri hansısa bir kasıbçılıq və qadınlar yıxacaq. Birazdan Azərbaycanda 5 qadına 1 kişi düşəcək. Mən sizə deyirəm, yəni bunun Allah şahidi olacaqsınız ki, 5 qadına 1 kişi düşəcək. Çünki kişilər qalmayacaq ölkədə. Hamısı çıxıb gedəcək. Keçək o bir məsələyə. O əsas məsələyə hansı ki, o 5 günlük dünya var. Fikirləşirlər ki, 5 günlük dünya, yəni boşanmaq, sərbəstlik, arvadın dırdırından azad olmaq və yaxud da ərə qulluq eləməkdən azad olmaq və yaxud da uşaqdır da, atam mənə ev alıb, mən uşağa ev alım, bir yiyim, içim, kef eləyim. Və yaxud da anadsa fikirləşir ki, neynirəm, verəcəm, ərə verəcəm və yaxud da evləndirəcəm, mənə qulluq eləyəcəklər. Neynirəm, uşaq fikirləşir. 5 günlük dünyadır, kef elə. Gözünüz çıxmasın deyim, nə deyim. 5 günlük dünya bilirsiniz nəyi nəzərdə tuturlar? Öldüyün gün 1, 3-ün, 7-in, 40-ın, ilin. 5 günlük dünya budur. Bilin, eşidin, o kar qulağınızdan eşidin və kör gözünüzdən görün. 5 günlük dünya budur. Hansı ki, insan ölür, ilindən sonra unudulur. Budur. Yəni, oturub büyün, nə bilim, kef eləyim, nə bilim, kişilər var məsəl üçün deyir ki, yiğit kef elə. Yiğit kef elə, 5 günlük dünya da, uşaqdır da, böyüyəcək və yaxud da arvaddan azad olmuşam, məsəl üçün, kef elə. Olmaz belə şeylər. Və yaxud da qadınlar, ərdən boşandım, gedim, hansısa padruqalarımla gedim selfie çəkdirim və yaxud da neyniyim, gedim şirniyyat çıxıb, bir dənə bumerang eləyim, o da təzə çıxıb, bumerang eləyib statuslarda paylaşmaqlar, nə bilim, belə gic-gic həyat yaşamaq, valla bizim mentalitetə, bizim xalqa yaraşmır, biraz özümüzə düzən verməliyik, valla, yəni efirlər bizim bir nömrəli düşmanımızdır. Allah o qardaşa da kömək olsun, Allah o gül balaları saxlasın, valla, mən nə deyim, bu verilişdə Lalə xanım da ki, düzdür, o bir aparıcılardan fərqləndirirəm. Baxmayaraq ki, o da şou yaradır. Şou xatirinə reyting qazanan aparıcılardır, yəni ümumi götürəndə. Amma zaurlardan, xoşqədəmlərdən fərq qoyuram. Çünki Lalə xanımın 44 gün müharibədə çox əziyyəti var. Yəni insanlara, xalqımıza, necə deyim, biraz ruh verən qadın olub. Yəni əziyyəti var, belə deyək. Bugünkü gün nəsə də indi başda media rəhbərdir günahkar. Bugünkü gün kiminsə məqsədi xalqı pozmaqdırsa, media rəhbəridir günahkar. Allah xalqımızı qorusun, Allah balaları qorusun. Kişiləri, qadınları demirəm, çünki cana gəlmişəm. İstər özüm olum, istər digər olsun. Uçuruma gedirik. Allah xalqımızı, dövlətimizi qorusun.